Değerli izləyicilər, burada belə bir sual verilir ki, Eyler-Venn diaqramına əsasən uyğun bəyanlar edin. 16-cı əsrin ilk 10 illiyində Səfəvilərlə müharibə aparması. İlk o Osmanlı dövlətidir. 1514, məsələn, 1514-cü ildə Çaldıran döyüşünü götürmək olar. Deməli, A bəndi 2-yə gedir və ilk 10 illiyində daha doğrusu deyir. Bu Ağqoyunlu dövlətidir. 1514 ikinci 10 illiyə düşür. Deməli, burada Ağqoyunlu dövlətinə düşür. Oğuz türklərinin olan sülalələr tərəfindən olması. Bunlar üçü də Oğuz türkləri idi. B ortaqdır. Teymurlər dövləti ilə müharibə aparması. Osmanlıda Qaraqoyunlu və Ağqoyunlular daha ikisi Teymurlara qarşı mübarizə aparıb. Deməli, C ortaqdır. Avropa qitəsində bir sıra ərazilərin işğal edilməsi Osmanlı dövlətinə qarşı olar. Deməli, 2-yə aid olar. Avropada gedən 100 illik müharibə illərində yarandı. 100 illik müharibə illərində 1302-ci ildə də 100 illik müharibə illərində yarandı deyir. Aid olmaz. Deməli, bir də A, 2-də D, 3-də A, 100 illik müharibə illərində yaranan, deməli, Qaraqoyunlu dövləti, məsələn, deyək ki, bunu götürmək olar ancaq. Y bəndi 1410-cu ildədirsə, Qaraqoyunlu. Deməli, bir də olur. A, 3-də BC olur, 4-də BC olur. 4-də BC olan bircə variant var ki, məsələn, 1-də A olur, 2-də D, 3-də Y, 4-də BC A variantında göstərilib. Diqqətiniz üçün təşəkkür edirik.